Hörmətli dinləyicilər, salam. Sizlərə verəcəyim işığı FM radiosunun bugünkü xüsusi buraxılışında ürəkdən salamlayıram. Mən məktəbimizin 9B sinif şagirdi Nuray Mahmudova. Bugün sizə Azərbaycanın görkəmli xeyriyyətçisi, ictimai xadim və iş adamı Hacı Zeynalabdin Tağıyev haqqında ətraflı və ilham verici məlumat verəcəyim. Bugünkü buraxılışımız radiomuzun fəaliyyətində növbəti əhəmiyyətli mərhələdir və sizə onun həyatı yolunu, fəaliyyətini və cəmiyyətə verdiyi töhfələri geniş şəkildə çatdırmaq istəyirik. Hacı Zeynalabdin Tağıyev 1861-ci ildə Bakı şəhərində anadan olmuşdur. O yalnız Azərbaycanın iqtisadi inkişafında deyil, həm də sosial və mədəni həyatında əvəzsiz xidmətlər göstərmişdir. Tağıyevin fəaliyyətində xeyriyyətçilik prinsipləri önəmli yer tutur. Onun təşəbbüsü ilə Bakı və Azərbaycanın digər bölgələrində məktəblər, xəstəxanalar, kitabxanalar, teatr və digər mədəniyyət müəssisələri yaradılmışdır. Xeyriyyətçilik yalnız maddi dəstək deyil, həm də maarif və mədəniyyət sahəsində inkişafa xidmət etmiş bir fəaliyyət kimi qiymətləndirilir. Hacı Zeynalabdin Tağıyev yalnız zəngin iş adamı olmaqla kifayətlənməmiş, həm də xalqının rifahı üçün əvəzsiz xidmətlər görmüşdür. Onun təşəbbüsü ilə açılan məktəblər Azərbaycan gənclərinin təhsil alma imkanlarını genişləndirilmiş, yeni təhsil üçün elmi və intellektual zəmin yaratmışdır. Məhz Tağıyevin təşəbbüsləri sayəsində Bakıda regionallarda bir çox təhsil müəssisələri açılmış, bu məktəblərdə həm elmi, həm də mədəni dəyərlər gənc nəsillərə çatdırılmışdır. Elmi məlumatlar göstərir ki, Tağıyevin xeyriyyətçilik fəaliyyəti yalnız yerli cəmiyyətlə məhdudlaşmamış, həm də beynəlxalq arenada Azərbaycanın imicinin yüklənməsinə xidmət etmişdir. Onun fəaliyyəti nəticəsində Azərbaycanda sosial rifah səviyyəsi artmış, əhalinin maarifləndirilməsi və mədəni inkişafı istiqamətləndirilməsi əhəmiyyətli addımlar atılmışdır. Tağıyevin həmçinin qadınların təhsil alınmasına xüsusi önəm vermişdir ki, bu da o dövr üçün çox mühüm bir təşəbbüsüdür. Hacı Zeynalabdin Tağıyevin iqtisadi fəaliyyəti də diqqətə layiqdir. O, Bakının neft sənayesi uğurlu işlər görmüş, həm də yerli, həm də regional iqtisadiyyata töhfələr vermişdir. Tağıyevin iş prinsipləri onu sadəcə zəngin iş adamı deyil, həm də cəmiyyətin rifahı üçün məsuliyyət daşıyan bir xadim kimi təqdim edir. Onun təşəbbüsləri yalnız iqtisada deyil, həm də sosial və mədəni inkişafa yönəlmişdir. Xeyriyyətçilik və ictimai fəaliyyəti ilə seçilən Hacı Zeynalabdin Tağıyev Azərbaycan mədəniyyətinə də böyük töhfələr vermişdir. Onun dəstəyi ilə teatrlar, kitabxanalar, mədəniyyət mərkəzləri açılmışdır. Bu müəssisələr cəmiyyətin intellektual və mədəni inkişafına xidmət etmiş, gənc nəsillərin estetik zövqünü formalaşdırmışdır. Tağıyev həmçinin xalq ədəbiyyatının qorunmasına və inkişafına xüsusi önəm vermiş, bu sahədə də mühüm addımlar atmışdır. Hacı Zeynalabdin Tağıyev yalnız bir xeyriyyətçi deyil, həm də strateji düşüncəyə malik ictimai xadim olmuşdur. O, həm iqtisadi, həm sosial, həm də mədəni sahələrdə cəmiyyətin inkişafını təmin etmək üçün sistemli və planlı fəaliyyət göstərmişdir. Onun fəaliyyəti nəticəsində Azərbaycanda təhsil səviyyəsi yüksəlmiş, sağlamlıq və mədəniyyət infrastrukturu gücləndirilmişdir. Biz bugünkü radio buraxılışımızda Hacı Zeynalabdin Tağıyevin həyat yolu və fəaliyyətini ətraflı şəkildə təqdim edərkən, həm də onun prinsip və ideyalarından ilham alaraq gənc nəsillərin nümunə göstəririk. Onun həyatı göstərir ki, maddi zənginlik yalnız və şəxsi rifah üçün deyil, həm də cəmiyyətin inkişafı üçün istifadə edilməlidir. Bu prinsip hər birimizi daha məsuliyyətli və xeyirxah olmağa səsləyir. Hacı Zeynalabdin Tağıyevin xeyriyyətçilik fəaliyyəti yalnız fiziki infrastrukturların yaradılması ilə məhdudlaşmamış, həm də sosial və mədəni dəyərlərin formalaşmasına xidmət etmişdir. Onun təşəbbüsləri sayəsində yüzlərlə gənc təhsil almış, elmi və mədəni səviyyəsini yüksəlmişdir. Tağıyevin fəaliyyəti həm də qadınların, uşaqların və gənclərin sosial müdafiə ehtiyaclarını qarşılamaq üçün nümunə olmuşdur. Əziz dinləyicilər, Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyəti üzə göstərir ki, əsl lider və xeyriyyətçi həm zənginliklə istifadə etməyi, həm də cəmiyyətə xidmət etməyi bacarmalıdır. Onun ideyaları, fəaliyyəti və əxlaqi prinsipləri bu gün də bizi gənclər üçün ilham verməlidir. Və hər birimizi faydalı, xeyirxah və məsuliyyətli olmağa səsləyir. Bu buraxılışımız vasitəsilə biz həm
radyomuzun uzun illər ərzindəki fəaliyyətinin yeni bir mərhələsini qeyd edirik. Hər bir buraxışımız sizin yeni məlumat, ilham və maarif vermək məqsədini daşıyır. Və ümid edirik ki, Hacı Zeynalabdin Tağıyevin həyat haqqında bu veriliş sizə dərin təsir və faydalı biliklər formalaşdıracaqdır. Dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sizin hörmətli verilişinizdə yenidən görüşmək ümidilə gələcək Işıq FM radyosundan Nuray Mahmudova sizə xoş günlər arzular.